Salam əziz müəllimlər, bugünkü mövzumuz olacaq müəllimlərin etik davranış qaydaları. İlk öncə etik davranış qaydaları nədir? Etik davranış qaydaları bütün növ təhsil müəssisəsində çalışan təhsil verənlərə şamil edilir və əsasən hər bir təhsil verən öz fəaliyyətində qanunun aliliyi, insan hüquqları, demokratik prinsipləri rəhbər tutmalıdır və bu qaydalara əməl etməyə borcludur. Və etik davranış prinsiplərinin əsas məqsədi nədir? Təhsil müəssisəsində qələmimizi qeyd edək. Təhsil müəssisələrində işgüzar, sağlam, emosional, psixoloji mühitin təmin edilməsi, vətəndaşların təhsil müəssisələrinə, təhsil verənlərə etimadının artırılması, təhsil verənlərlə təhsil prosesinin digər iştirakçılar arasında münasibətlərin idarə olunmasına, təhsil verənlərin nüfuzunun yüksəldilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəlilik, şəffaflığı artırmaq və maraqların toqquşmasının qarşısını almağa nail olmaqdan ibarətdir. İndi nəzər yetirək etik davranış qaydalarına. Birinci, qanunçuluq. Qanunçuluq prinsipi əsasən qanun qaydalara əməl etmədir. Sadəcə buna aid situasiya düşsə belə, yenə də bu tərəfə aid düşəcək. Təhsil verən əmək funksiyasının icrası zamanı Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə və digər normativ hüquqi normativ xarakterli aktların tələblərinə əməl etməlidir. Yəni bir sözlə biz qanunlara, hər hansı bir müqavilə şərti varsa, bu müqavilə şərtlərinə əməl etməyə borcluyuq. Vicdanlı davranış. Burada isə təhsil verən cəmiyyət və dövlətin maraqları naminə öz fəaliyyətini həm keyfiyyətlə, həm də səmərəli yerinə yetirməyə borcludur. Hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır müəllim. Tutaq ki, valideyn övladı haqqında məlumat əldə etmək istəyir. Yəni burada şişirdilmiş, yalan məlumatlar vermək düzgün deyil. Loyallıq prinsipi. Loyallıq deyəndə, yəni mən gedib başqa bir məktəbdə, başqa bir bağçada, işlədiyim başqa bir müəssisədə gedib məktəbim haqqında, rəhbərlərim haqqında və ya müəllim yoldaşlarım haqqında yalan məlumatlar verməməliyəm. Yəni, təhsil verən vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanı, rəhbərin fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Təhsil verən öz fəaliyyəti ilə bağlı mediada, sosial şəbəkələrdə, çıxışlarında çalışdığı müəssisə tərəfindən qaydalara əməl etməlidir. Yəni mən sosial şəbəkədə başqa məktəblər haqqında, müəllim haqqında yalan, təhrif olunmuş məlumatlar verə bilmərəm. Mədəni davranış prinsipi. Burada əsasən müəllimin uşaqlarla nəzakətli, təmkinli davranması, uşaqlarda məsələn deyək ki, müstəqilliyi, məsuliyyət hissini formalaşdırması, iradlara, tənqidi fikirlərə hörmətlə yanaşması və bunu dəyərləndirməyə bacarmalıdır. Həm ya deyək ki, müəllim yoldaşımız gəlib deyir ki, deyək ki, məsələn, dərsi keçdiniz, ancaq uşaqların hamısına bərabər hüququ tanımadınız. Biz sərt bir şəkildə reaksiya vermək əvəzinə ondan nəticə çıxarsaq, demək ki, iradı, tənqidi qəbul edə bilirik. Ondan nəticə çıxarmağı bacarırıq. Və ən əsası geyimimizə fikir vermək lazımdır. Müəssisənin daxili intizam qaydalarına əməl etməliyik. Yəni müəllim deyək ki, saçı çirkli, paltarı çirkli şəkildə, etinasız şəkildə gəlməməlidir. Özünə, xarici görkəminə fikir verməlidir. Qərəzsizlik. Yəni müəllim uşaqlar arasında fərq qoymamalıdır. Dil, cins, irq, etnik mənsubiyyət, sosial mənşəyindən asılı olmayaraq və təhsil verən özünün, maraqlı şəxslərin mənafe funksiyasının icrası zamanı ona təsir etməsinə yol verməməlidir. Yəni mən deyək ki, müəllim yoldaşımın övladı mənim qrupumda, mənim sinifimdə oxuyur, onunla yaxşı pis münasibətim uşağa təsir edirsə, demək qərəzsizlik prinsipini pozmuş oluram. İctimai etimad. Yəni burada müəssisənin nüfuzunu möhkəmləndiririk, müəllim öz adını, şərəf ləyaqətini hər zaman uca tutmalıdır və etik davranış qaydalarında pozuntu varsa onu tez bir şəkildə aradan qaldırmalıdır.
Daha sonra təhsil verən çalışdığı təhsil müəssisəsi, onun rəhbərliyinin fəaliyyəti barədə media subyektlərinin qanunvericiliklə müəyyən edilmiş halda və qaydada doğru məlumat almasına köməklik göstərməlidir. Sonuncu prinsipimiz insanların hüquq azadlığı, qanuni maraqlara, şərəf ləyaqətinə, işgüzar nüfuzuna hörmət prinsipi. Yəni biz insanların hüquq azadlıqlarına hörmət etməliyik. Hər hansı bir işgüzar nüfuzunu ləkələyə biləcək qərarlar qəbul edə bilmərik. Hərəkətə yol verməməliyik. Və yaxud gizlilik, məxfiliyi qorumalıyıq uşaqla, valideynlə və s. Bir də ki, hər hansı bir deyək ki, söz azadlığı, fikir azadlığı uşaqlara verilməlidir. Və sonuncu təhsil verən vəzifəsinin icrası ilə bağlı olan ona məlum olan xidməti məlumatların məxfiliyini qorumalıdır, ictimailəşdirməməlidir. Yeni əlavə olunanlar var kitabda, indi onlarda nəzər yetirək. Təhsil verənlərin xidməti davranışı. Təhsil verən öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində cəmiyyət və dövlətin maraqları naminə keyfiyyətli, səmərəli, peşəkarlıqla yerinə yetirməyə borcludur. Təhsil verən icra və əmək intizamına riayət etməlidir, üzürsüz səbəbdən işdən yayınmamalıdır. Təhsil verən birbaşa və yuxarı rəhbərin qanunvericiliyə uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi əmr tapşırıqları yerinə yetirməyə borcludur. Təhsil verən birbaşa və yuxarı rəhbər tərəfindən verilən əmr olsun, sərəncam, tapşırıq əgər hüquqi akta ziddirsə, yazılı əsaslandırmanı yuxarı rəhbərə təqdim edə bilər. Və o birbaşa rəhbərindən bu əmr, sərəncam, tapşırığın yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir. Birbaşa rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam, tapşırıq almasına baxmayaraq, təhsil verən onların qanuna və yaxud da digər normativ hüquqi akta zidd olmasına inanmaqda davam etsə, həmin əmr, sərəncam, tapşırığı yerinə yetirməkdən imtina edə bilər. Müəssisə rəhbərinin qanuni göstərişlərinin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur. Təhsil verən korrupsiyaya imkan verməməlidir. Təhsil alanları korrupsiyaya qarşı barışmazlıq ruhunda yetişdirməlidir. Təhsil verən xidməti vəzifənin qərəzsiz icrası ilə bağlı məsələlərdə ona təsir etmək cəhdlərinin qarşısını qətiyyətli şəkildə almalıdır. Təhsil verən özünün bilik bacarıqlarını inkişaf etdirməlidir, təhsil alanın da nailiyyətini yüksəltmək məqsədi ilə peşəkar inkişafı təmin etməlidir. Təhsil verən nitqində Azərbaycan ədəbi dilinin normalarına əməl etməlidir. Təhsil verən təhsil alanların rifahı öyrənməsi üçün dəstəkləyici, inkişaf etdirici, sağlam, təhlükəsiz mühit qurmalıdır. Təhsil verən xidməti vəzifələri icra edərkən təhsil müəssisəsinin ərazisində siqaret çəkməməlidir. Təhsil verən dövlət əmlakından şəxsi marağı hesabına istifadə etməməlidir. Təhsil verənlərin xidməti fəaliyyətindən kənar davranış. İndi buna nəzər yetirək. Təhsil verən şəxsi həyatında milli əxlaq, ictimai davranış normalarına əməl etməlidir. Təhsil verən xidməti fəaliyyətdən kənar sosial münasibətlərin peşəkar fəaliyyətinə nüfuz etməsinə yol verməməlidir. Təhsil verən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio, video materiallar, təsvirlər paylaşmamalıdır. Təhsil verən ictimai davranış normalarına riayət etməli, cəmiyyətin və ayrı-ayrı fərdlərin hüquqlarının pozulmasına gətirib çıxaran əməllərdən çəkinməli, təbiət, tarix, mədəni irsin qorunmasına həssaslıqla yanaşmalıdır. Və sonuncu qaydamız etik davranışa əməl olunması. Bunu kim həyata keçirir? Müəssisə rəhbəri. Müəssisə rəhbəri kollektivi qaydalarla tanış edir, təhsil verənin davranışını bu qaydaya uyğunluğuna nəzarət edir və onun təhlili, müzakirəsini aparır. Təhsil verənləri hüquqa, etik normalara zidd olan hərəkətlərə sövq etməməlidir. Etik davranış qaydalarını pozan təhsil verənlərin intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir. Müəssisənin kollektivini, ictimaiyyəti bu qaydaların pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə məlumatlandırmalıdır. Bu qaydaların pozulmasının nəticələrinin aradan qaldırılması, təhsil müəssisəsinə ictimai etimadın artırılması üçün tədbirlər görülməlidir. Əslində gördüyünüz bu qaydalar etik davranış prinsipləridir. Sadəcə onu ümumiləşdirib, yekunlaşdırıblar ki, nəyi etmək olar, nəyi etmək olmaz.